Cruises.az-ın dəyərli dostları, müştəriləri, Costa Smeralda İtalyan gəmi şirkətinə aid ən yeni gəmilərdən biridir. Costa Smeralda və Toskana hal-hazırda Smeralda gəmisindəyik və gəminin ən arxa bölümü, harda ki, axşam şou proqramlar, əyləncələr açıq hava altında, eləcə də günorta saatlarında, müəyyən saatlarda viktorinalar, tədbirlərin keçirildiyi bir məkandır. Kifayət qədər geniş bir məkandır və tutum etibarilə də axşam saatlarında çox sayıda sərnişini qəbul eləyib o əyləncələrdən, şou proqramlardan faydalana bilirsiniz. Deməli, bu gəminin ən üst mərtəbəsidir və gəminin ən arxa bölümü. Dediyim kimi, günorta saatlarında da baxmayaraq ki, məsələn, hal-hazırda olduğumuz məkanlarda hovuz yoxdur bu istiqamətdə, amma diqqət edirsinizsə orada, yəni günəşi görən yerlərdə şezlonglar var, hansı ki, burada da məsələn ki, günəşlənə bilsinlər, insanlar günəşlənə bilsinlər deyə. Kifayət qədər böyük gəmidir, amma buna əlavə olaraq hal-hazırda bu şəkildə iki gəminin yan-yana olmağı çox vaxt olmur, amma belə bir şansı var. Və də Smeralda'nın ən arxasından bizim digər videolarda sizə canlı-canlı çəkib göstərdiyimiz Legend of the Seas gəmisidir. Qonşuluqda çox böyükdür, bilirsiniz. Buranı o gəmidən demək olar hər nöqtəsindən tək-tək sizə çəkilişləri çəkib həyata keçirib və sizin xidmətinizə vermişdik. Deməli, bu gəmi əlbəttə ki, Legend of the Seas ilə Smeralda müqayisə olunmaz. Çünki bu hal-hazırda dünyanın ən böyük gəmisidir. Amma hər bir halda Costa Smeralda da özünə görə kifayət edir. Yaxşı gəmidir və ailə konseptləri çoxdur. Yəni, ailəyə daha çox üstünlük verilir. Və də diqqət edirsinizsə, uşaqlı ailə sayı yay aylarında kifayət qədər çoxdur. Aşağıda da bir kiçik bir hovuz tipli yerdir. Bu şəkildə Costa Smeralda'dır. Sadəcə qarşısında həm arxada Legend of the Seas'dir və Smeralda'nın da özü. Müqayisəli şəkildə əlbəttə ki, fərqli büdcələr, fərqli marşrutlar, tarixlər, bunlar hamısı sizin seçəcəyiniz və həyata keçirmək istədiyiniz kruiz səyahətində əhəmiyyətlidir. Ona görə də hər gəminin özünə görə fərqli tərəfləri var. Bu daha yaxşıdır və bu daha pisdir demək doğru deyil. Çünki hərəsi fərqli ehtiyacları qarşılayır və fərqli büdcələrlə. Bax belə.